Allah Subhanahu wa Ta'ala öz kitabında dünyaya tamamıyla bağlı olanları öz kitabında qınayır. Və həqiqətən Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə deyir ki, doğrudan da dünya çox kiçikdir. Allah Subhanahu wa Ta'ala nisbətdə ağcaqanadın qanadı qədər dəyəri belə yoxdur dünyanın. Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, "İ'lemu ennema el-hayatud dunya la'ibun ve lahu ve zinetun ve tefakhurun beynekum ve tekathurun fil amwali vel evlad." Allah Subhanahu wa Ta'ala dünya haqqında buyurur ki, bilin ki, həqiqətən də dünya oyun-oyuncaq, bəzək-düzək və həmçinin də bir-birinizin yanında fəxr etmək və həmçinin də var dövlət və oğul uşağı çoxaltmaqdan ibarətdir. Sonra Allah Subhanahu wa Ta'ala dünyanın həqiqətən də heç olması barəsində, dünyanın Allah Subhanahu wa Ta'ala'nın yanında dəyərsiz olması barəsində buyurur ki, كَمَثَلَ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا. Dünyanın misalı isə o şeyə bənzəyir ki, bir yerə yağış yağır və ondan bitkilər əmələ gəlir və əkincilər bu bitkilərdən heyran olur. Sonra isə həmən bitkilər quruyur və sən onun sapsarı olduğunu görürsən. O fil axirəti əzabun şədidun və məğfiratun minallah və ridvan. Və sonra isə Allah Subhanahu wa Ta'ala buyurur ki, sən onların saraldıqdan sonra isə görürsən ki, onlar çör-çöpə dönür. Və Allah Subhanahu wa Ta'ala buyurur ki, kimisini axirətdə şiddətli əzab, kimləri isə axirətdə Allahdan bağışlama və razılıq gözləyir. وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyil. Sonra isə Allah Subhanahu wa Ta'ala dünyanı bizlərə misal çəkir başqa ayədə. وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُهُ الرِّيَاحُ. Oca Allah dünyanı misal çəkir. Deyir ki, onlara dünya həyatını misal çək. Dünya həyatı göydən göndərdiyimiz bir yağışa oxşayır. Və sonra isə yerdəki bitkilər onunla qarışıb yetişir. Sonra isə küləyin sovurub apardığı quru çöp-çöpə dönür. Allah Subhanahu wa Ta'ala hər bir şeyə qadirdir.